92-ci ildən bu işdə fəaliyyət göstərirəm. Əvvəllər öz aparaturlarımla, öz zəhmətimlə bunları qidalanıb alırdım öz şəxsi pulumdan. Allah dövlətimizdən razı olsun. Əvvəllər 5 maşın düzəldirdik, indi 20 maşın düzəlmək olmur. Saat 9-dan 1 saat günorta vaxtların fasilə, axşam saat 8-ə kimi, 7-ə kimi işləyir, elə bir 20 maşını yola salırıq. Şəhid Səməndər İskəndərovun atası Vahid İskəndərov Masallıda avtotəmir işi ilə məşğuldur. Avadanlıqlar dövlət məşğulluq xidməti tərəfindən təmin edilib. Özünü məşğulluq proqramı çərçivəsində kiçik biznesin təmin edildiyi müharibə veteranı Ədalət Məmmədov da əvvəlcə peşəsi ilə bağlı tədrisdən sonra iş fəaliyyətinə başlayıb. 2-ci Qarabağ döyüşlərinin iştirakçısıyam. 44 günün Vətən müharibəsindən əvvəl özüm moyka işlə məşğul olurdum. Avadanlıqlarım zəif idi, yaxşı deyildi. Gələndən sonra məşğulluğa müraciət elədim və məni yeni avadanlıqlarla təmin edilər. 5 gün dərs keçdi, imtahanlar oldu və normal aparatlardır, işlədirik, maşınlara müraciət edirik, onları yuyuruq, istifadə edirik. Gülümsə Əmitin, gülümsə, rəsnə qal, əmiyə bax. Hazırda da özünü məşğulluq proqramı çərçivəsində qurulmuş xidmət sahələrindən birindəyik. Bu fotoateliyədə Vətən müharibəsi iştirakçısı Qulam Hüseyn Mirzəyevə məxsusdur. Artıq mən 2008-dən bu foto-videoqraf sahəsindəyəm. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyinə müraciət eləmişəm, növbəyə durmuşam. 2020-nin oktyabr aylarında Vətən müharibəsində iştirak eləmişəm. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə döyüşmüşəm. Müharibədən sonra gəlmişəm rayonuma. Məni növbədən kənar Dövlət Məşğulluq Agentliyi növbədən kənar çağırıb və avadanlıqlarla təmin eləyib. Post-müharibə dövründə 27 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğu təmin edilib. Onlardan 13 mindən çoxu özünü məşğulluq proqramı vasitəsilə kiçik biznes qurmaq imkanı əldə ediblər. Dövlət Məşğulluq Agentliyi tərəfindən də elə müharibə başa çatdıqdan sonra şəhid ailələri, müharibə iştirakçıları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə mütəmadi olaraq görüşlər keçirildi, onların məşğulluq imkanları öyrənildi və bunun əsasında bu kateqoriyadan olan vətəndaşların daha sürətli şəkildə aktiv məşğulluq proqramları ilə əhatə olunmaları prosesinə start verildi. Bu şəxslər həm kənd təsərrüfatı, həm də istehsal və xidmət istiqamətləri üzrə bu proqrama cəlb edilirlər və onlara müəyyən mərhələləri keçəndən sonra öz işlərini, sizin də bugün gördüyünüz kimi öz təsərrüfatlarını qurmaları üçün lazım olan avadanlıqlar təqdim olunur və uğurlu fəaliyyət göstərən şəxslərin öz bizneslərini böyütmələrinə də daha sonra dəstək göstərilir. Qeyd edək ki, özünü məşğulluq proqramı çərçivəsində qurulan bu kiçik təsərrüfatlar onların həm ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına töhfə verməsinə şərait yaradır. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Şahnun Qasımova, ATV Xəbər.